Əflatunoğlu 12 iyul 2002-ci ildə Yardımlı rayon Avaş kəndində anadan olub. Avaş kənd orta məktəbini bitirib. Sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub. Kolleci bitirib hərbi xidmətə gedib. Azərbaycan ordusunun əskəri olan Mahmud Mayıllı 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. 29 noyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda medalı ilə təltif edilib. Yardımlı rayon Afşar kənd qəbristanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimiz.